Jozi. Deyir ki, insan, necə iblis, insan əqidəsində fitnə bilir. Don geyindirir, bəzədir ona. Burada Şeyx Rahmanullah deyir ki, əqidə məsələsində şeytan 2 qapıdan girib insana. Birinci təqlid məsələsində. Yəni, ata-babaya təqlid etmək. İkinci də dərk olunmayan məsələlərə girmək. Hansı ki, ağlı acizdir bu məsələdə. Və təqlid olmaz. Xüsusən əqidədə. Təqlid etmək olmaz əqidədə. Lakin, fikri məsələlərdə olar təqlid etmək. Adam üçün. Adam üçün olar təqlid etmək, amma əqidədə olmaz təqlid. Lakin, belə baxanda təqlid bəyənilmir İslamda. Çünki təqlid mənası odur ki, dəlilsiz, subutsuz bir şey götürmək. Kör-köranı. Və bu bəyənilmir təbii müsəlman sonu bir şey eşitəni götürmək, kör-köranı. Və müsəlman gərək bir şey dəqiqləşdirməlidir. Baxmalıdır ki, elmli olsun. Əsaslı. Amma təqlid bəyənilmir. Həm də təqlid ümumiyyətlə həmçinin ağlı öldürür. Ağlın mənfəətini öldürür. Ağlı onda faydası olmur insan. Çünki ağl Allah Subhanahu xəlq edib ki, insan fikirləşsin, haqqı tapsın və s. Təqlid qoymur onu. Təqlid edən adam ağlı elə bir ki, ölür. Və ağıl nəyə görə xəlq olunur? O öz işin apara bilmir. Və təbii ki, ikinci də şeytanın qapılarından da biri dərk olunmayan məsələlərə girmək. Yəni, ağıl dərk eləməyən məsələlərə girmək. Və təqlid ümumiyyətlə, təqlidlə insanların çoxsu zəlatı düşür. Məsələn, yahudilər, nəsranilər təqlid səbəb oldu zəlatı düşməklərinə. Və həmçinin müşriklər və həmçinin müsəlmanların çoxsu. Görürsən, kör-köranı təqlid edirlər, xüsusən ata, baba. Lakin ata-baba ibadət yeri deyil, yəni dəlil götürmək üçün. Dəlil götürmək lazım Quran sünnədən, ata-babadan yox. Və görürsən, çox vaxt zəlatı düşənlər böyük səbəb olur təqlid etmək. Quranda Allah Subhanahu taala Zuhruf surəsinin buyurur. Dedilər ki, onlara haqqı deyəndə Rasul sallallahu əleyhi və səlləm dedilər ki, yox, biz ata-babamız necə görmüşük, biz onların qoyduğu yolla gedəcəyik. Və həmçinin başqa ayədə də, Saffat surəsində də ona oxşar cavab verirlər ki, biz ata-babamızın yoluna gedəcəyik. Ona görə, yəni şeyx də, rahməhullah, bu məsələni bəyənməyib. Ona görə kişilər haqla tapılır. Yəni, sən birinci kişini öyrənmə haqqı tapmaq üçün. Sən haqqı tap, kişiləri tapacaqsan. Ona axtarır ki, kimdənsə nə soruşsun. Sən haqqı axtar, sən haqqı əlini tapacaqsan. Yoxsa haqqı tapmaq üçün müəyyən adamlardan soruşsa, haqqı tapmayacaqsan. Sən əgər çoxsundan soruşsan. Sən haqqı axtar, inşallah Allah Subhanahu taala haqqı göstərəcəksən. Və ona görə şeyx deyir ki, rahmanullah, ümumiyyətlə düz deyir, rahmanullah, əqidədə olmaz. Çünki əqidə məsələ aydındır Quranda. Olmaz təqlid eləmək. Amma fikri məsələlərdə o da, təbii ki, əgər avamdırsa, bilmirsə, onun təqlid etdiyi hələ kimdən soruşdu onu təqlid. Təqlid odur. Təqlid əgər odur ki, götürdün, sən onu təqlid edirsən. Əgər belə baxanda. Yoxsa belə məzhəblə gedənlər də deyirlər, biz təqlid edir, lakin əslində baxanda təqlid deyil o. Sonra fəqət rəy götürür. Hələ rəy o da adamı təqlid edir. Kimdən soruşdun əslində, təqlid edirsən ona. Əgər dəlil subutsuz götürmürsənsə. Və bu bəyənilmir bu cür gedmək. Amma əqidədə olmaz təqlid eləmək. Ona görə fikir versən, Şafi, Əbu Hanifə, Malik və qeyri-elm əhli əqidədə olan hamısı bir olublar, lakin fikri məsələlərdə ayrılıblar. Əqidədə ixtilaf eləmədilər. Fikir versən,
Elə bir oldu hamı. Lakin fikri məsələdə ayrılıblar. Bu belə nas tapıb, gəlib çatıb ona, belə deyib. O birisi nas gəlib çatmayıb, başqa nas gəlib, yəni dəlil, baxın, zəifdir deyib və s. Bu cür. Amma əqidədə olmayıb ixtilaf halında. Onun müsəlman gərək əqidə təqlid etməyə heç kəsə. İkinci də elm öyrənə, özü başda yavaş-yavaş oxuyub, yəni əhkamları düzgün başa düşən. Və sonra Şeyx Rahimullah yenə təqliddən davam edir danışmağa, inşallah qalsın, gələn də sanız Allah bilir. Sonra Şeyx İbn Cəvzi Rahimullah İblisin dinlərə və ya cürbəcür əqidələrə vəsvəsələrindən danışır. Və buyurur ki, İblis necə xavariclərə vəsvəsələr ələyir. Və buyurur ki, Rahimullah, ən birinci xavaric İblisdə kimdir? Azərbaycanda yoxurum mən, tarixdə. Ən birinci. Zülxuvaysira adında biri idi, İblisin dostlarından biri idi. Və necə xavariclərdən olur bu? Deməli, Əbu Sa'id el-Xudri rivayətində deyir ki, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem Əli ibn Əbi Talibi Yəmənə yollayır. Bir mal olur onu getirməyə. Gətirəndə Rasul sallallahu aleyhi ve sellem dördünün arasında bölür. 4 dənə sahabenin. Deməli, Zeyd el-Xeyl və Aqra ibn Habis və Uyeyne ibn Hüseyin və Alqam ibn Alətə və ya Amir ibn Tufeyl. Dördünün arasında. Və bu vaxt biri qalxır ki, bəs ya Rasulullah, mən etiraz edirəm. Fikirəsiz, hələ əsilləri hələ mal dövlət idi. Xavaricdən əsilləri dünya malı idi. Necə ki, indi də hələ-hələdir. Hələ görsün, əsas söhbət puldan gedir. Və dedi ki, ya Rasulullah, o kişi, o adam da deməli, alnı belə geniş, saqqalı sığ, lakin keçəl idi. Yəni, xavaricin alamətlərindən biri də başdan tükü az saxlayalamışam. Və dedi ki, ya Rasulullah, bəs Allahdan qorx, Peyğəmbər sallallahu aleyhi ve sellem. Ədəb yoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qaldırır başı görür. Vay olsun sana Allah. Məyər məndən çox Allahdan qorxan varmı? Məndən təqvalı varmı? Bəs bu Xalid bin Valid dedi ki, ya Rasulullah, bir dənə icazə boyunu kesim. Xalid bin Valid və Ömər bin Xattab. Fatih Ömər bin Xattab deyir ki, ya Rasulullah, icazə verir. Necə sənə belə danışır? Peyğəmbər salsın deyir, yox, eləmədi. Bəlkə namaz qılandır. Eləmədi, bəlkə namaz qılır. Və lakin dedi ki, mənə Peyğəmbər salsın bunun yanından sonra mənə əmr olunmayıb ki, cəmatın qəlbinə girəm. Qarınlarını açın, görün nə var orada, münafiq deyə sənə. Zahirən götürün. Orası namaz qılır, namaz qılırsa toxunma, lazımdır. Və lakin Peyğəmbər o gedəndən sonra Peyğəmbər salsın deyir ki, inşallah bunun fikrindən gələcəklər. Quran oxuyacaqlar, lakin Quran çıxmayacaqlar boğazlarından yuxarı. Yəni başa düşməyəcəklər. Lakin Quran oxuyan nə olacaq? Qurandan dəlil getirənlər. Və lakin dindən çıxacaqlar, necə ox yayından çıxır, o cür. Tut getdi, yaxşı yolana. Və belə dindən çıxırlar xavariclər. Və onun adı Zülxuvaysira Təmim idi, o xavaricdən padişahı. Birinci banitçisi. Və mal dövlət üstündə. Və xavaricdən indikilərlə oxşayanlar olaraq, görsən, dəstələrdir, Əmir el-Muminin, Hüccətül İslam təyin olunur. Sonra Maliyyə Nazirin əlinə, sonra pul gəlir və düşür fitnə, sonra axırda bir-birlərini qırırlar, sonra əmri üstü düşürlərini öldürürlər və ya onu kafir sayırlar. Bu xaricdə axırıdır, sonu. O minhəc belədir, İblisin minhəci. Və sonra Əli ibn Əbi Talibin vaxtında bunlar zuhur edirlər. Daha doğrusu Osmanın vaxtında, Osmanın xilafətinin axırında. Osmana qarşı qaldırırlar cəmaatı və Osman radiyallahu anh öldürürlər. Anəhumullah. Sonra Ali ibn Əbi Talibin qoşununda olurlar.
Və Saffin döyüşündə Muaviyyə ilə, radiyallahu anhına, Əli radiyallahu anh döyüşəndə fitnə döyüşü, cihad da öyle, fitnədir. Çünki hər nə oldu, bir kimi də daş atdı, orada cihad da olmaz. Canın şərtləri var. Canın şərtlərindən biri budur ki, gerək xəlifə ola. Həmçinin şərtlərindən budur ki, gerək müsəlman ölkəsi ola bir dənə, İslam dövlətinin hakimiyyəti. Ki, qaydasan ora. Üçüncü gerək qüvvə ola. Dördüncü gerək o tərəf bilinir ki, artıq hamısı kafirdir. Bu tərəf bilinir ki, hamısı mümindir. Həmçinin əmr-i bil maruf və nəhy-i münkar ola, dəvət ola ən birinci. Ali bin Əbi Talib Xeybərdə Ali bin Əbi Talibə dedi ki, birinci dəvət elə, sonra döyüş. Baxmayaraq Peyğəmbər sallallahu onları dəvət eləmişdi. Peyğəmbər sallallahu dəvət eləmişdi, lakin dedi ki, birinci döyüşmə, sən də dəvət elə. Bəlkə Allah təala hidayət verdi. Və sairə cihadın şərtlərindən, yəni cihad halva deyil, kim bir dənə daş atdı, orada cihad olur. Hələ deyil, qayda var. Sən dastamaz almısın, namaz qıla bilərsən. Və ya dastamaz biri gəldi, üzün yudu əllərin. Dedi, mən dastamaz aldım. Ne olsun dastamazda var üzünə əl. Lakin ayağı da var xeyr. Burun, ağız və s. Onlar hamısı olmalıdır ki, gerək dastamaz ola. Yoxsa elə bir dənə üzünə əl olsa dastamaz sayılır. Yox, sayılmır. Sonra burada şeyh deyir ki, rahmanullah, o vaxt ki, gördü ki, fitnə olur. Yəni bu fitnə sönmür və Muaviyyənin qoşunu Quranların vərəqlərini götürdülər nizələrin başına ki, qoşun dayansın. Əli bin Əbi Talib saxladı müharibəni. Və saxladı, dedilər ki, gəlin bir adam sizdən göndərin, bir adam biz göndərək danışığa. Və bir tərəf Muaviyyə radiyallahu anh'ın tərəfindən gəldi və bir tərəf Ali bin Əbi Talib radiyallahu anh'ın tərəfindən. Xavariclər dedilər, sən Allahın hökmünə hökm vermədin. Biz yəni, insanlar yolsan, hökm Allahındır. Sən adamlar yollursan. Adamlar danışsınlar, razılaşsınlar. Hökm Allahındır, Allah nə deyib olur. Ali bin Əbi Talib dedi, subhanallah, düz dedilər və lakin düzgün başa düşmədilər. Düz sözlər düzdür, hökm Allahındır və lakin düzgün başa düşmədilər. Başa düşməyə neymətdir. Ne olsun aya deyirsən, lakin başa düşürsən düzgün, o başqadır. Ali bin Əbi Talib radiyallahu anh dedi ki, sözlər haqdır, lakin batılcasını başa düşüblər. Və Ali bin Əbi Talib Saffə ilə sonra Kufəyə qayıdır, 12.000 qoşunu xavariclər. Onlar ayrılırlar, Ali bin Əbi Talibin qoşunundan gedirlər Haravuraya. Haravura yerin adıdır, xavariclərin yeridir. Harurilər, xavariclərin adlarından biridir. Qəbilədir, kənd. Harura. Hətta olan adlarından biri Harurilərdir. Həmçinin adlarından biri Qurra, hafizlər və keçərlər də deyə bilərsiniz. Və gedirlər ora. Bunlar gedirlər, lənəhumullah və Əliyə başlayırlar kafir deməyə və Muaviyyəyə. Deyirlər ki, çünki Əli ilə Muaviyyə hökm Allahın hökmü idi. Bunlar özlərinin arasında adam seçdilər, bu özləri hökm verdilər. Lənəhumullah. Və lakin elə ehtiqad edirdilər onlar. Elə ehtiqad edirdilər. Və İbn-i Cəvzi deyir ki, rahiməhullah, bu çox çətin xəstəlikdir. Yəni bu xəstəliyə düşmək. Bu xavaric əqidəsi çox çətin xəstəlikdir. Düşüb xəstəliyə də özünü haqq sayır. Əli bin Əbi Talib düz saymır. Əli bin Əbi Talib ittiham edir ki, Allahın hökmünə hökm vermir. Və başqalarına necə fikirləşsən? Ona da tarix və xavariclər Allahın hökmünü şişirdiblər. İndiyəcən. Və iblis də belə vəsvəsə edir. Bu yolla onları şişirdir. Bu yollarla onları alladır. Yəni Allahın hökmü, cihad və s. Və təbii ki, Şeyx Rahmanullah davam edir onların Rahmanullahın qovmin sifətlərindən necə iblis deməli onları oynayır, onlarla oynayır. İnşallah qalsın, gələn dərslərimizə Allah bilir, davam edərik. Şeyx Rahmanullah Mülcəsi necə iblis xavariclərə vəsvəsə verir, ixvanlara.
indiki ixvanlara. Və burada Səmmak ibn Rəmilin rivayətini getirir. Və deyir ki, bəs İbn Abbas radiyallahu anhu o vaxtı xavariclər döndülər. 6000 idi birinci. Və hamısı ittifak edirlər ki, Əliyə qarşı çıxaq. Və Əli bin Əbi Talibin yanına başladılar adamlar gəlmək ki, Əli, bəs onlar istəyirlər ki, sənə qarşı çıxsınlar. Lakin Əli ibn Əbi Talib onlara bir dənə cavab verdi, fikir vermə onlara, fikir verməyin sözlərinə. Mən döyüşmərəm, hətta mənimlə döyüşsünlər. O vaxtacan. Yəni, hələlik mənə silah qaldırım, mən onlarla döyüşməyəcəm. Sonra deyir, edəcəklər bunu. Döyüşsələr, mən döyüşəcəm onlarla. Fikir vermə, qoy danışsınlar. Və bugün deyir, İbn Abbas deyir, radiyallahu anhuma. Deyir ki, zor namazından sonra dedi ki, bəs icazə ver, gedim danışım onlarla. Bəlkə döndülər bir qismi. Və Əli ibn Əbi Talib dedi ki, mən qorxuram sənin üçün. Çünki xain idilər. Hər şeyli bilədilər. Nə olsun sahabidir? Dedi ki, bəs mən qorxuram sənə ki, Əli ibn Əbi Talib radiyallahu anhu. Və İbn Abbas radiyallahu anhu dedi ki, yox ya Əli, İnşallah mən heç kəsə əziyyət verməmişim indiyəsən və belə əxlaq sahibiyim, bırax mənə, icazə ver. Və bir gözəl paltarımı geydim və saçımı da, saqqalımı daradım və gün orta vaxtı getdim yanlarına. Deyir, yanlarına girəndə İbn Abbas deyir, radiyallahu anhuma. Deyir, subhanallah, onlar kimi ibadətdə iştihad edən görməmişdim. Çünki deyir, səcdə yerləri qabaq bağlamışdı, o da səcdə edirdilər. Ayaqları da səcdədən, namaz qılmaqdan qabaq bağlamışdı. Rəngləri də dəyişmişdi, o da ibadət edilmişdilər. Onlar kimi görmüşdü. Lakin, adam idilər, adam yox, təbil edilmişdilər, düzgün təfsir edəməmişdilər. Və dedim ki, onlara, selamu aleykum girəndə. Və dedilər, aleyhissalam, ya İbn Abbas, ne üçün gəlmirsən? Dedi ki, mən mühacirlərin ənsallarının yanından gəlmişəm. Və Peyğəmbər sallallahu aleyhi əmisi olun yanından. Yəni, Əli bin Əbi Talibin yanından. Hansı ki, Quran onlara nazil olub. Quran onlara nazil olub və onlar Quranın təfsirini sizdən çox biləndirlər. Onlar Quran təfsirini sizdən yaxşı bilirlər, yəni sahabələr. Mən hələ bir qövmin yanından gəlmişəm. Artıq bu söz bəsdir onlara bağlamağa. Yəni siz təfsirimiz hansı ki, Allahın hökmü ilə hökm vermək düzgün eləməmişsiniz. Bir də vasılanlar, ixvanlar birbaşa bu ayənin təfsiri xavariclərdir. Çünki xavariclər bu ayənin birbaşa təfsirdirlər, şərhsiz. Lakin sahabələr eləmirdi heç bir belə. Və başladılar ixtilaf edilmək xavariclərdirlər. Bəziləri yaxşı qulaq asırıq sənə, bəziləri yox. Qoy danışmısın, çünki Allah subhanətlə buyurur ki, Bəlhum qovmun xasimun. Deməli, Zuhruf surəsi 43-cü ayə. Məkkə əhlindən deyir ki, onlar mücadilə edin, münaqişə eləyənlərdir. Hələ onlar mübahisə eləyənlərdir. Mübahisə eləmir, lazım da öyle istəmirsən qulaqsa. Lakin bəziləri dedilər ki, yox, gəlin qulaq asaq, neçəsi, qoy danışsın, görün nə deyir. Və dedim ki, onlara, dedim, yaxşı, Peyğəmbər əmsi olunun nədir etirazınız? Yəni, Əli ibn Əbi Talib radiyallahu anh. Və mühacirlər əmsallara, hansı ki, Quran onlara nazil olur. Və onlardan heç bir arozda yoxdur. Sonra bu sözlər hamısı dəqiqdir. Dəqiq olarkən mənası böyük. Deyir, Quran onlara nazil olur, onlardan heç bir yoxdur. Çünki sahabələrin heç bir xavariclərində yox idi. Onun yəni, həmişə elm əhli də heç vaxt xavariclərində olmur. Onu görürsən, elm əhli də olmur onlardan.
Həmçinin elm əhli də onlara qarşı olub, həmişə, tarix boyu. Ona görə həmişə onlar da buna görə ittiham ediblər elm əhli. Çünki onlara görə kim olan fikrindedir, ya kafirdir və s. Və deyir ki, İbn Abbas radiyallahu anhuma, onlar təfsiri sizdən çox biləndilər. Yəni, belə bir qövmin yanına gəlmişim. Nə deyirsin? Deyin gəlsin. Onlar dedilər, 3 dənə etirazımız var. 3 dənə. 3 dənə dəlil var ki, biz Əli ibn Əbi Talibə qarşı çıxmışıq, radiyallahu anhə. Və başlayırlar deməli, etirazlarını bildirməyə. İnşallah bu etirazlara qalsın, gələn dərzimizə, Allah bilir, götür. Sonra Şeyx İbn Cəvzi rəhməhullah İblisin necə xavariclərə vəsvəsəsindən danışır. Və biz keçən dəfə bir rivayət oxuduq. Necə Əli ibn Əbi Talib qarşı çıxdılar və o yerdə qaldıq ki, İbn Abbas gəlir olan yana onlara başa salmalı. Çünki ağıllar olmurlar. Ağlını kəm olurlar və dəlil başa düşmürlər. Onlarda o qabiliyyəsi Allah verməyib. Allah üçün baxmırlar, hafiz idilər hamısı. Yəni, düzgün başa düşməmişlər. Və İbn Abbas gəlir yanlarına, deyir ki, salam verir və deyirlər, aleyhissalam, bəzilər deyir ki, mübahisə eləməyin ona, İbn Abbasla. Çünki əlinin tərəfindən gəlib, bəs Allah subhanət hələ bu, xasimun. Yəni, onlar Məkkəhli, həmçin mübahisə eləyənlərdir. Lakin bəzilər deyirlər, yox, qulaqsa görə nə deyir? Və İbn Abbas radiyallahu anhuma deyir ki, düyündə yəni, nəyə görə bu şübhəyə düşmüşsünüz? Əliyə qarşı çıxmışsınız, Osmana qarşı. Və deyirlər, 3 dənə şey var, 3 dənə şeyə görə. Və birinci o məsələdir ki, sakit, danışma. Elm məsəlində danışmazlar. Və deyir ki, xavaricdən deyirlər ki, lənəhumullah, bəs birinci ona görə ki, o kişiləri saldığı hökm barədə öz rəylərlə hökm versinlər. Amma Allah subhanətə Quranda buyurub ki, İnil hukmu illə lillah. Hökm ancaq Allahındır. Hökm Allahındır və Allahın hökmülə hökm vermirsən. Çünki Allah subhanətə kim Allahın hökmülə hökm vermirsə, Allah kafirdir. Və s. Belə zahirən götürüblər bu ayəni. Və Əli ibn Əbi Talib kafirdirlər Osmanla, Maviyə. Lakin başa düşmürlər. Şey yoxdur hökm Allahındır. Lakin qeyrisi hökm verə bilər. İbn Abbas dedi, yaxşı, bu bir. Sonra şübhəviz nədir? Dedilər ki, bəs Əli ibn Əbi Talib bizi gətirdi döyüşə. Və deyir ki, döyüşün. Biz döyüşdük, biz öldürdük və bizdən öldürdülər. Döyüşdən sonra bizi qoymadı onların malların qənimət götürək və qadınların götürək. Cariyə kimi. Əgər qoymadsa, deməli onlar müsəlmandırlar. Ya gərək qoymalıydı, kafir olsaydılar, gərək qoymalıdır, belə etməliydi. Əgər müsəlmandırlarsa, o bizi gətirib müsəlmanları öldürməyə və deməli kafirdir. Maviyə və o da kafirdir. Yaxşı, İbn Abbas deyir ki, yaxşı sonra da 3-cü hökm məsələsində öz adın Əmir-el-Müminin yazdırmadı. Çünki məktublaşanda Maviyyət radiyallahu anhu tərəfi tələb etdi ki, Əmir-el-Müminin yazma. Çünki biz sənələ biyyət eləməmişik. Və Əli ibn Əbi Talib dedi ki, eyb etməz. Əmir-el-Müminin yazmıram. Yazmayın Əmir-el-Müminin. Necə yəni bəs? Allahın hökmünə hökm vermədi o. Və hökm ancaq Allahındır. İbn Abbas dedi ki, daha başqa şey yoxdur. Deyir, budur. Dedi ki, yaxşı, indi qulaq alsın. Və dedi ki, amma deyir, birinci şübhəviz iblisdən. İblis isə şübhə yetirib, hökm ancaq Allahındır. Əli ibn Əbi Talib dedi, düz deyirlər, lakin düzgün başa düşmürlər. Bir də Şeyx Albani rəhməhullah buyurur, oxuyublar, lakin başa düşmürlər.
ayələr oxuyurlar, Allah ki, başa düşmürlər. Və deyir ki, bəs Allah subhanə siz deyir ki, hökm Allahındır, qeyrisi hökm verilməz. Allah subhanə özü Quranda deyir ki, qeyrisini gətirir, hökm versin. O məsələn, ayələrdən biri Allah subhanə buyurur ki, o vaxt ki, o qadınla kişinin münasibəti əgər pozulanda, Allah subhanə buyurur ki, وَاَنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا əgər qorxsuz ki, onlar ayrılacaqlar, فَبَعْزُوا حَكَمًا onda siz tərəfdən, yəni o oğlan tərəfindən və qız tərəfindən hökm verən gəlsin, yəni kişilər. Onlar gəlsinlər, hökm versinlər o barədə. Görsən, Allah qeyrisinə hökm verməyə icazə verir. Siz qəbul etdiniz bunu? Siz qəbul etdik, ha. O, Əbu Hanif rahiməhullah onlardan birinə mübahisə eləyir. O da düşür ki, hökm Allahındır, bəs, hökm. Əbu Hanif deyir ki, yaxşı, gəl mübahisə eləyir. O da deyir ki, yaxşı, mübahisə eləyir. Deyir, ancaq bəs şahid lazımdır ki, kim deyəcək ki, kim düzdür. Onda o xavarici deyir ki, yaxşı, onda mən də öz tərəfimdən bir nəfər gətirəcəm, o da şey desin. Deyir, sən artıq hökm vermədin, başqasını gətirdin hökm verməyə. Neysə. Və yaxşı, İbn Abbas sonra deyir ki, amma ikinci dəliliniz deyirsiniz ki, bəs bizə icazə vermədiyi olan qənimətini götürür qadınların. Deyir, onlar axı müsəlmandır. Əksinə, Allah subhanələ həmişə deyir, islah etmək. Və orada qadın Ayşə idi. Əgər möminlərin anası, əgər siz deyirsiniz ki, o möminlərin anası deyil, kafirsiniz. Yox, əgər deyirsiniz ki, o qənimətdən düşürdü, onda da yenə kafir olacaqsınız. İki dənə küfrün arasında, hansındasınız? Onlar xavaric edilər ki, bu fikirdən qayıtdıq. Çünki orada bir dənə möminlərin anası idi. Möminlərin anası qadın, yəni Cəməl döyüşündə, Cəməldə, lakin Saffində Maviyyə edir, gəlsin. Amma üçüncü dəlilimiz hansı ki, deyirsiniz ki, yəni Ayşənin möminlərin anası olmağı dəlil Əhzab surəsi 33-cü ayədir. Və daha doğrusu 33-dən. Sonra, amma üçüncü dəlilimiz deyirsiniz ki, Əli ibn Əbi Talib pozda adını dedi, Əmir-ül Müminin yazmıyor. Əli ibn Əbi Talibdən Əhzəli də belə pozmuşdu adını. Peyğəmbər sallallahu əleyhi və səlləm o Hüdeybiyyə sülhündə yazanda dedi ki, Muhammed Rasulullah'dan. Onlar müşriklər deyir ki, biz sənə Rasul olsaydıq, sülh bağlamazdı və ya şərt bağlamazdı anamızda. Pozginə Əliyə deyir, yazan Əli idi, danışığı. Və Əli ibn Əbi Talib pozmur. Və Peyğəmbər sallallahu öz əlinlə pozur. Əgər bu küfrdürsə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm necə? Və 2000-i qayıtdı o fikirdən. 2000-i qayıtdı və lakin qalanı qaldılar zəlalətdə. Sonra Əli ibn Əbi Talib qırdı hamısını. Və burada sonra Şeyx Rahimullah ibn Cəvzi bir rivayət gətirir. Rivayətin axırında deyir ki, həmən rivayətdə deyir, Əzizdən rivayətdə deyir ki, deyir, o vaxt ki, deyir, xavariclərdən tərk elədi, Əli ibn Əbi Talibin qoşunundaydıq. Müharibədən hələ döyüş başlamayıb, yaxınlaşmış olan yanına. Deyir, səs gəlirdi bir təhər, onların döyüş düşərgəsindən. Deyir, elə bir ki, arı idi, Quran oxuyurdular. Elə bir ki, arı səsi, yəni arılar çox olanda ses gəlir bir tane. Xavaricdən qoşundan elə ses gəlirdi. Quran oxuyurdular. Doğrudan Quran oxuyanlar idi, özü hafız idilər. Bəzilərlər Quran deyir. Qarilərin fitnəsi. Lakin düzgün başa düşmədən nə olsun Quran? Aydındır. Əsas odur düzgün başa düşməyə ayəni, hədisi. Əsas odur. Əsas odur ki, əzbər biləsən və ya hədisləri çox biləsən, o da öyle əsas. Görürsən, hərdən bir yes Quran da oxuyur, Quran ayəsini dəli getirir, yanır belə məsələlər üstə, böyük məsələlər üstə, balaca. Balaca böyük məsələlər üstə deyənmaz. Balaca böyük məsələlər üstə yox olub gedəcək onun içində. Azım qalacaq, bilməyəcək haradadır. Ona görə, bana görürsən aqibəti Zəlalat əhlinin. Lakin Şeyx İbn Cəvzi Rahimullah davam edir hələm rivayətləri onlar barədə. Yavaş-yavaş oxuyucu, Allah subhanətlə inşallah bizə eşitib faydalardan etsin.